Çok sağ olun. Neler gördük 11 ildə. Öğrendik bir neçə dildə. Hicran olar bu tətildə. Sonuncu zəng çalınanda. Çalış əfsus deməyəsən. Bacardıqca sevinəsən. Çoxunu qəmli görərsən. Sonuncu zəng çalınanda. Müəllimlərə minnətdarıq. Nə qədər ki bizlər varıq. Biz inanla addımlarıq. Sonuncu zəng çalınanda. İcran nəlməsi çıxış edir 11-ci sinif şagirdi Ağalizadə Elvin. Salam, hörmətli müəllimlər, sevgili birincilər, əziz 11-cilər. Mən də öz növbəmdə bütün məzunları təbrik edirəm. Onlar artıq həyat milləsinin ən önəmlisinə qədəm qoydular. Və çiyinlərində artıq böyük bir yük var. Arzu edirəm ki, bu yükün altında qalmasınlar. Və çıxışımın bir baş şeylə bitirmək istəyirəm. Dayanın, çalmayın sonuncu zəngi, yoxsa ürəyimə toxunacaqdır. Bir zaman gəl deyən o doğma səslə, bir icran nəğməsi oxunacaqdır. Biz isə məktəbimizin 2-ci sinif şagirdlərinin bayram təbriki var. Gəlin onları dinləyək. Hörmətli tərbiyə iştirakçıları, biz Elşən Səfərov adına tarix tanınan orta ikinci sinif şagirdləri, əziz birincilər və 11-ciləri təbrik edirik. Onlara gələcəkdə uğurlar arzulayırıq və onlara bir nəğmə sovqatımız. Bilirsiniz mən kiməm, balaca bir həkiməm. Bilirsiniz mən kiməm, balaca bir həkiməm. Durub qalıb qulağıma. Bax belə taxaram, xəstələrim. Bax belə taxaram. Mən balaca bağbanam, siz tanıyan bağbanam. Mən balaca bağbanam, siz tanıyan bağbanam. Ağacları zərgə-zərgə bax beləcə əcərəm. Suyunu mən bax beləcə tökərəm. Bilirsiniz nəciyəm, mən qaradan nefciyəm. Bilirsiniz nəciyəm, mən qaradan nefciyəm. Balar keçir göz
Dağlardan tahtalanıp birbirine bak verede vurarak evlerine bak verede vurarak Çocuğun hadi hadi kapın hadi hadi Çocuğun hadi kapın hadi bakar mı akşam sen bak verede sürerden yol üstünde duramazsa uzaktan verede kardeşim, hem dostum hem yoldaşım. Biz altıca kardeşim, hem dostum hem yoldaşım. Okuyup bak vereden istemeyi sevirik. Tembellere koşuluruz, istemeyi sevirik. Çok sağ olun. Bugün son günümüz, son zəngimizdir. Canlanır könlümdə xoş xatirələr. Bugün son ayrılıq görüşümüzdür. Heyif ayrılırıq ötən günlərdən. Doğma məktəb, demə artıq biz yadıq. Üstümüzdədir yenə şagird adı. Sənin böyütdüyün neçə övladın həyatdakı zirvələrə ucaldı. Taleyində nida da var, sual da. Qəhərləndi, gözləri də sulandı. Qoca məktəb bizi evə ötürüb, xəyallar içində sükuta daldı. Xatirələr çıxış edir 11-ci sinif şagirdi Rəcəbova Nüranə. Hörmətli müəllimlər, əziz öğrencilər və 11-cilər. Hər birinizi salamlayıram. Bugün bizim üçün əziz gündür. Bugün münasibətilə 11-cə təbrik edirəm. Birincilər arzudur ki, dərslərində fəal olsunlar. 11-cilər isə həyatlarında uğurlar arzulayacaq. 11 il az deyil, bu illər ərzində birlikdə olduğumuz, yəni müəllimimiz, dostlarımız, rəfiqələrimiz bəlkə də bundan sonra xatirələr qalacaq. Amma yerimiz bir isə duyğu doldurmayacaq. Məktəb illərdəki xatirələr, sonraki xatirələr kimi heç vaxt masum, təmiz, tam olmayacaq. Asılıdır ki, bu məktəbdə son zəngimiz olsun və bundan sonra nazirlər kitabımızda isə bizlərlə olursun. Bizim üzərində əzikdə olan Eyvaz Məlik başlarla sizin rəhbərləri, qəbul gəlin, Eyvazın yerində elçin yerlər, rəhmin yerlər, bu yerlər sınavsında bütün yerlər özlərin yerlərə verirəm, zəhmətləri bizim qalan etsinlər. Və sonunda şeirlə bitirmək istəyirəm. İlk zəngimi yada saldım, bu yanda qaldım. Məktəbli adını aldım, niyə çalındı son zəngim? Sonuncu sən çağırışdır, birinciyə qardeşdir, sadaların sırf ağzı, niyə çalındı son zəngim? Ana ayrılmaz gözlərdən, bizi ayrılma məktəbdən, bunu bilirəm ürəkdən, niyə çalındı son zəngim? Söz birincilərindir. Birinci sinif şagirdləri. Qəlirzayev Əli, Ağayev Şücayət. Benim ilk kitabım Elif var. Benim güllü bağım, ertili bahçem. Bugün bayramındır, ertesi günündür. Bugünden bamizler, senin üçündür. İlk bana kim olduğun çıktı elimden. Bana haber verdin ana dilinden. Tarihten
düzleri tamaşadır. Derelerin derindir, yaylakların serindir. Ne güzel kucağın, doğma odun uzağın. Kentlerin yüksektir, şehirlerin yüksektir. Sakittir kent düzleri, gökyüzü denizleri. Sen dünyanın gözüsen, talihimin özüsen. Sevirəm bayrağımı, öpürəm torpağımı, Əhməd Cəmil. Siz uzun müddət məktəbimizdə müəllim işləmiş, 11-cilərin bəzilərinin ilk müəllimi olmuş Fərzullah Qəlbə veririk. Buyurun mən. Aziz 11-ciler ve 1. sınıf şagirdleri. Ben sizi bu son zan münasebetiyle samimi qalbdən təbrik edirəm və sizə can sağlığı arzulayıram. Arzu edirəm ki, sonraki təhsilinizdə daha da faal olasınız, xalqınıza yaxşı qulluq edəsiniz. Büyük Türk şairi Nazım Hikmet'in şiirlerin birində deyilir. Ben yanmasam, sen yanmasan, necə çıxar qaranlıqlar aydınlığa? Burada büyük məna var. Məna ondan ibarətdir ki, gerek yaxşı okuyasan ki, yaxşı mədəniyyətin olsun və bunlar bir-biriyle sıkı surətdə əlaqədar olanda, deməli, siz vətəninizə yaxşı xidmət etmiş olarsınız. Gerek çok okuyasan, çok çalışasan, ondan sonra sen öz məqsədinə nail ola bilərsin. Başka bir yine büyük Türk halkının hakikatesi, hükümdarı Atatürk. Böyle bir büyük handikte, büyük tedbirde uşaqları sınavdan çıkarmak için onlara suallar verir. Görür ki bu uşaqlar bəli, bu uşaqlar həmin uşaqlar değil. Bunlar haddindən artıq qabağa gedirlər, ileri gedirlər. Ve bu sevinç onun deməli gözlerinden yaş akmasına sebep olur. Ona göre ki o deməli görür ki Türk halkının uşaqları haddindən artıq qabağa, ilerliye doğru gedirlər. Ve onun gözlerinden yaş akmaya başlayır. Ve cemaat ondan soruşur ki, ey büyük hükümdar, senin gözlerinden akan o nedir? Büyük hükümdar cevap verir ki, gözlerimden akan sevinç yaşlarıdır. Onlara biz sevincimizden ağlayarız ki, bizim uşaqlarımızdan o cür yaxşı faal olsunlar, çalışsınlar. Elm deryadır. Onu gerek çok okuyasan, tekrar edersen. Ondan sonra sen öz məqsədinə nail ola bilərsən. Bir de ben de size, benim ümumiyyətlə arzum budur ki, məsləhətim budur ki, həmişə çalışasınız gerek, okuyasınız, mütaliə edəsiniz. Evet, bu tükenmezdir. Bu tükenmezdir, bu inşaat edilir. Naşir olunur. Bu naşir çoğalır, artır. Ama mal saxlayırsan, bu malı başkasına verirsən, bu aldalır sənin malı. Ama bu elm aldalmır, bu aksine onu tekrar edilende, onu aktaranda, çalışanda bu inşaat edir, artır. Çok sağ olun, hamınıza can sağlığı edirəm, hamınıza tebrik edirəm bu güzel bayram münasebetiyle. Çok sağ olun. Məktəbimizin dil ədəbiyyat müəllimi Ədalət müəllim, buyurun. Aziz 11'ciler ve hürmetli birinciler, bugün sizin hayatınızda en büyük bayram. Birinciler gününe göre bayramdır ki,
bu məktəbə qədəm qoyublar. 11-cilər üçün də ona görə bayramdır ki, bunlar artıq həyata vəsiqə alırlar. Hörmətli 11-cilər, mən sizə deyirəm ki, dedim ki, bu bayram sizin həyatınızda ən böyük bayramdır. Yəni bundan sonra ona görə mən deyirəm ki, ən böyük bayramdır ki, bundan sonra siz istəsəniz də, istəməsəniz də, sizdən asılı olan səbəblərə görə, ya asılı olmayan səbəblərə görə siz bir daha bu cürə bir yerə toplaşıb bayram şəhərini keçilə bilməzsiniz. Ona görə mən sizə deyirəm ki, bugünkü günün qədrini bilin. Və bugün siz həyata qədəm atırsınız. Sizə bu həyatda uğurlar arzulayıram. Sizə can sağlığı, xoşbəxtlik arzulayıram. İnsan üçün isə ən böyük varlıq, ən böyük sərvət ağıldır. Ben size ağıllı olmağı tövsiye edirəm. Çünkü ağıl olandan sonra her şey olur. Elm de olur, var dövlət de olur, saadet de olur, aile xoşbəxtliyi de olur. Ona göre de ben size çok bol ağıl arzulayıram. Sağ olun, size uğurlar olsun. Məktəbimizin gənc istedadlı müəllimi, tarix müəllimi Samir müəllim. Buyurun. Teşekkür edirəm. Deyilən təbriklərə mən də qoşuluram. Birincilərə və 11-cilərə həyatda və işlərində uğurlar arzulayıram. Tədbirimizdə bayaq qeyd etdiyimiz kimi qocaman müəllimlərimiz iştirak edir. Buyurun Nəsir müəllim, sizin də ürək sözləriniz. Bismillahirrahmanirrahim. O qudrətli Allahın adı ilə başlayıram. Deyilən bütün çıxışlar, bütün söhbətlərə mən də şərikəm. Onları təkrar eləmək istəmirəm. Bugünkü gün elə bir gündür sizin üçün ki, yollar ayrılır. Kim həkim olar, kim müəddis, kim müəllimliyi davam eləyər, kəndimizə, elimizə, obamıza gərək olar. Kimi gözəl sənət sahibi olacaq, amma kim olursunuz olun, səbirlə addımlayın. Əzizim sən ay səbir, səndə var gözəl ətir. Məni tərk edib getmə, mənə xoşbəxtlik gətir. Bu səbriniz sizə xoşbəxtlik gətirsin. Sizə mən uğurlar arzu edirəm. Birincilər də gözəl təhsil davam etsinlər. Sizin hər biriniz bu elə, bu obaya, öz tayfa nəslinizə, Respublikaya, Azərbaycan xalqına xidmət edənlər, nümunəvi olan vətəndaşlar olmağı arzu edirəm sizin üçün. Buyurun Ərman müəllim, sizlərdən. Çok sağ olun. Ben birincileri, 11'cileri, bütün kent cemaatini bu güzel bayram münasebeti tebrik ederim. Tebrik ederim ki, arzu ederim ki böyle güzel günler, yüzyıllar devam eylesin kendimizde. Birinciler güzel okusunlar. Geleceğde 10 ildən sonra bak burada 11'ciler sırasında dursunlar. 11'cilere ise arzum budur ki elə yaşasınlar ki öz hayatlarında hem kendimiz için, hem öz adları için, hem vətənimiz için iz koyup gidebilsinler. Bak kendimiz güzelleşir günden güne. Bu kimisi mektebi kurtarmasının 25 illiğini, kimisi 15 illiğini, kimisi 30 illiğini keçirir. Hərəsi bir, bu kətdə bir, elə bilmən ki bir bayraq sancır gedir. Hər bir bırakılış çox gözəl tədbirlərlə yadda qalır. Mənim arzum 11-cilər odur ki, öz xalqı üçün, öz vətəni üçün, öz kəndi üçün yaşasınlar. Elə yaşasınlar ki, həyatlarında bir iz qoyub geçsinlər, gələcəkdə onları yada salır. Kök götürsünlər ki, kaş ki bu gözəl gənclər də burada onlar kim olsun. Sağ olun. Söz Andırma Kənd Ümumi Orta Məktəbinin direktoru Rəhim müəllimə verilir. Buyurun. Ben burada bütün toplantı iştirakçılarını tebrik edeceğim. Bunları salamlayıram. 1. ve 11'ciləri tebrik edeceğim. Burada mənim yanımda mənə dəstəyən müəllimlər oturub bunları qarşısında baş əyirəm və 11'cilərə uğurlar arzu edirəm. Bunlar müstəqil həyata qədəm qoyurlar. Bu münasibətlə orayı təbrik edirəm və onların səsi
yüksək kürsülərdən gəlsin. Azərbaycana layiqli vətəndaşlar yetişsinlər. Sağ olun. Söz məktəbimizin gənc riyaziyyat müəllimi Eldur müəllimə verilir. Buyur. Çox sağ olun. Mən də ilk öncə bütün tədbir iştirakçılarını salamlayıram. Əziz məzunlar, siz artıq bu doğma ocağımızı, doğma məktəb ocağımızı bitirirsiniz. Sizlərə bu məzun günü münasibəti ilə hamınıza ürəkdən təbrikimi çatdırıram. Ömrün yollarında, həyat sınaqlarında, həyat imtahanlarında sizlərə uğurlar arzulayıram. Bu mənada ki, həyat imtahandır, çalış həmişə, imtahan zamanı kəsilməyəsən. Elə həyat qurub, elə yaşa ki, özgə qarşısında əyilməyəsən. Bir daha hamınızı bu məzun günü münasibəti ilə təbrik edirəm və qarşıda gələn buraxılış imtahanlarında uğurlar arzulayıram. Sağ olun. Sağ olun Eldur. Kəndimizin bütün tədbirlərində fəal iştirak edən, ictimai tədbirlərin təşkilində iştirak edən Tofiq müəllim burada iştirak edir. Söz ona verək. Sağ olun, mən də əziz birincilər və 11-cilər sizə gələcək həyatda uğurlar arzulayıram. Xoş olmasınız, sağ olun. İndi isə 11-ci sinif şagirdlərinin qızlarının hazırladığı bayram təbrikini dinləyək. Buyurun meydana. Bəzən şirin yuxulara dönüb şıltaq kiçik qızam, sevinclə yürüyürəm doğma məktəb yollarında. Bir vaxt sənin sözlərinlə gizlin gülərdik biz. Sevinclə vaxt gələcək, o günləri anacaqsız. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olarsan o günləri bircə anlıq geri gətir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olarsan o günləri bircə anlıq geri gətir. Deyəndə ki saçınıza qoşa hürüt görmək üçün, uclarına beyaz lentli kəpənək tək vurmaq üçün. Siz çox şeydən keçəcəksiniz, hələ desəm için alovlanıb yanacaqsınız, onda məni anacaqsınız. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olarsan o günləri bircə anlıq geri gətir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olarsan o günləri bircə anlıq geri gətir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olarsan o günləri bircə anlıq geri gətir. Əziz müəllimim, dediklərin doğruymuş sətir sətir. Nə olarsan o günləri bircə anlıq geri gətir. Çok sağ olun. Dayanın, çalmayın sonuncu zəngi. Yoxsa ürəyimə toxunacaqdır. Bir zaman gəl deyə o doğma səsdə bir hicran nəğməsi oxunacaqdır. Zəng çalan, nə olar əlini saxla, bu şagird ömrümü uzat biraz da. Bu məktəb, bu bina, bax bu divarlar mənim olmayacaq zəng vurulanda. Hələ bir-birindən ayrı düşəcək,
neçə könül dostum, yaxın yoldaşım, bu sarı köynəkli, gülərüzlü qız daha olmayacaq sinif yoldaşım. Qoyun bir dəfədər mənimdir deyə, sinif otağımız süzüm doyunca, tələsmə zəng çalan, onun üçün sənə minnətdar olaram ömrüm boyunca. Çağırsın lövhəyə məni müəllim, bir misal versin ki, asan olmasın. 3 saat çalışıb əl edim onu, pəki arzum budur, zəng vurulmasın. Ürəyim titrəyir yad elədikcə, məktəbə getdiyim o ilk çağımı, burada necə qoyub gedim mən, arxası çantalı uşaqlığımı. Durub cərgə ilə müəllimlərim, baxırlar üzümə sözü var kimi, bu doğma, mehriban, şən baxışlara, əlvida deməyə dilin gələrmi? Əlvida deməyə dilin gələrmi? Son zəng, çıxış edir 11-ci sinif şagirdi Əlizayeva Zeynəb. Salam hörmətli müəllimlər, əziz 11-cilər və məktəb həyatına gecə qədəm qoyan sevimli birincilər. Bugün şirin xatirələrlə dolu 11 illik məktəb həyatımızın son günüdür. Bugün millərlə gənc park arxasından durub müstəqil həyata qədəm qoyurlar. Son zəng dedikdə mən ayrılığı təsəvvür edirəm. Çünki bizi 11 il mehriban bacı qardaşla yaşadığım sinif yoldaşlardan, ömrünü bir şam kimi bizim yolumuzda yandırıb əlidən müəllimlərdən və doğma məktəbdən ayırır. Tablaşı daim əlindən, düşmədi vətən dilindən, ayrılmazdı öz elindən, həmişə sadiq müəllimim. Bir şam kimi sən yanmışsan, yana yana ucalmışsan, sən ölməzlik qazanmışsan, əbədi yaşar müəllimim. Bugün bizi bu sıralara qədər gəlib çıxmağımızda müəllimlərin əvəzsiz olmuşdur. Mən ilk müəllimim İmran müəllimə, sinif rəhbərim Qədir müəllimə, direktorumuz Elçi müəllimə və bizim son zəng tərbiyəmizin daha varlıqlı artırdığı üçün Elçi müəllimə bu cümlədən bütün müəllimlərə təşəkkürümü bildirirəm. Mən onlara özün ömrü, can sağlığı və işlərdən uğurlar arzulayıram. Bugün biz 11-cilərlə yanaşı, sevimli birincilər də həyəcanlıdır. Çünki bizim son zəngimiz sağlayacaqsa birinciləri deyirsən insanlar. Sevimli birincilər, sizi təbrik edirəm. Dərsinizi yaxşı oxumağını arzulayıram. Sinif yoldaşlarıma tövsiyəm budur ki, haralarda olursa olar, heç bir zaman bir-birini unutmayın. Sizə xoşbəxtlik, can sağlığı və keçirəcəyiniz ömür yollarında uğurlar arzulayıram. Çıxışımı məktəb illəri şeiri ilə bitirmək istəyirəm. Getdi həyatımdan məktəb illəri, çox çəkir o illər sınağa məni. Baxdım ötənlərə, baxdım duyunca, apardı o illər uzağa məni. Boylandım, getdiyim cıvıra yola, az qalır kədərdən gözlərim dola. Kaş yenə o günlər, o illər olan, çeniyə bir qaynar qulağım. Söz birincilərindir. Səfərov Rıza, Rızayev Xəyal, Ağayev Ələskər, Abdullayeva Gülnar. Salam, hər vaxtınız xeyir. Mən davamını təbrik edirəm. Bu millərə həyatda yaxşı dostluq, yoldaşlıq arzulayıram. Azərbaycan namına bildik, vətənə sadiq vətəndaş almağı arzulayıram. Azərbaycan torpaqlarımız hazır olsun, qoy Azərbaycanımız daha da güclənsin. Bir ay çöldə boy atarsa tək, bunun kökündən qoparar külək ağaca, arxa durmazsa meşə qalarmı, onlarmı, baş alan sular, axır qovuşar, damla-damladan açarsa kənar sular, birləşib çaylar olarmı, ummanlarmı, insanla, dosta inanma, yaşa dünyada aslı dost üstü, unutmazsa çok gətirər yada. Sen de hayırdır, çöllerin sen, her yeri gülsen, sen ne güzelsen. Ey ana vatan, baktır akindir, her bir bucağın, kızıl tekindir, senin torpağın.
Büyüttün bizi, verdin kavgalar, yoktur gemizin. Sendir bu hayat, benim canımsan, ey ana vatan. İsli konumdan, ben yuva kurdum. Abdullah Şahin. Dinimiz, sen seslenen zamanda, dağlar kalkır ayağa, sədan deyir eşq olsun, bu müqəddəs torpağa, Azərbaycan himniz, səsində var qaflın, metlərin qüdrəti, ay mənim əzəməti, şöhrəti, Azərbaycan himnimiz, qəhrəman babaların vüqarı var səsində, sanıq otlar yurdunu, bütün yer kürəsində Azərbaycan himnimiz. Allah buna poz getirir, ay döşə boynuz getir, yalnız gəlir dolan, dağa daşa dırmaş, iyi qurt çıxar qarşına, səndə edərsən, qavan axır qayırır, qavan ikiz boynuz. Sağ olun. Ben qeyd etdiyim kimi bugün müəllimlərlə beraber valideynlər birinci sinif şagirdinin valideynim Rafiye Vagif. Onun da öyle sözleri var. Buyurun. Her vaxtınız xeyir olsun. Ben de bütün valideynlərə, bütün müəllimlərə, buradakı ne kadar adam iştirak edir, hamısına minnətdarlığımı bildirirəm. 11-cilərə arzum budur ki, həyatda uğurlar olsun onun üçün, onlara özün ömür, can sağlığı, vətənə layiq bir insan olsunlar. Birincilərə də uğurluq arzu edirəm. Mən də öz müəllimlərə, Nəsir müəllimə, Nərman müəllimə, Ədalət müəllimə, Hankişi müəllimə, hamısına minnətdarlıq, Fərzullah müəllimə minnətdarlıq bildirirəm, Sabir müəllimə, bütün müəllimlər qarşısında baş əyirəm, hamımıza uğurlar arzu edirəm. Belə bir tərbiyyənin keçirilməsində kimin ki əməyi əziyyəti var, hamısına minnətdarlıq bildirirəm. Sağ olun, var olun. Bugünkü tədbirimizdə Deli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rafiq Əzizov iştirak edir. Buyurun, sizin də bu təbriklərinizi eşitin. Hörmətli, dəyərli ağsaqqallarımız, bizim ziyalılar əyləşimizin müəllimlərimiz, hörmətli müəllimlər, mehriban valideynlərimiz, əziz birincilər və 11-cilər. Mən Deli Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Elmdaroğlu Bağırov cənabları adından və rəhbərlik elədiyi bütün kontingenti adından növbəti dərs ilinin başa çatması münasibəti ilə sizə təbriklərini, salamlarını və xoş arzularını çatdırmaq istəyirəm. O cümlədən müstəqil demokratik Azərbaycanın yaradılmasında, inkişafı yolunda əvəzsiz xidmətləri olan, ictimai-siyasi həyatında, dövlətçilik ideyasının bərqərar olunmasında, dünya arenasında Azərbaycana nüfuz gətirən dahi şəxsiyyətimiz, ümmili liderimiz Heydər Əliyevin və onun siyasi kursunun, Heydər Əliyev Məktəbinin layiqli davamçısı İlham Əliyev cənablarının Azərbaycana, o cümlədən təhsilə göstərdiyi qayğı, diqqəti barədə sizə çatdırmaq istəyirəm. 2009-2011-ci illər üçün dövlət proqramı ərzində 2011-2012-ci dərs ili üçün Deli rayonunda 14 təhsil müəssisəsi ərsəyə gətirilmişdi, tikilib istifadəyə verilmişdi. 2012-2013-cü dərs ili içində 7 məktəb tikilib ərsəyə gətiriləcəkdir növbəti dərs ili içində və o cümlədən də 2 məktəbin təmiri nəzərdə tutulmuşdur. Yəni, bugünkü demokratik müstəqil Azərbaycanın sabitliyində, yəni əvəzsiz xidmətləri olan ümmili liderimizi heç vaxt yadından çıxartmayaq və onun layiqli davamçısı İlham Əliyev cənablarının. Yəni, onun sözləri ilə bitirmək istəyirəm öz çıxışımı. Dövlət proqramlarını imzalayankən cənab prezidentimiz bir söz dedi. Dedi, mən son 4 ildə neft kapitalının insan amilinə çevrilməsini istəyirəm. O cümlədən, yəni neft fondundan
son 4 ildə təhsil sisteminə külli miqdarda vəsait ayrılır və qüdrətli Azərbaycanın dayağı bu gənclərimizdir. Bu gənclərin, yeni gənc nəslin yetişdirilməsi üçün bu addım atmışdır. Mən əziz birincilərə ilk addımları, məktəbə atdıqları ilk addımlarını, bunların uğurlu olmasını və müvəffəqiyyətlər arzulayıram ona. Və üzümü tuturam əziz 11-cilərə, müstəqil həyatda ilk qədəmlərinizi atırsınız. Sizin yəni hər hansı bir peşə sahibi olmağınızın və növbəti həyatda sizə müvəffəqiyyətlər, can sağlığı, yəni hər hansı bir peşə sahibinin olmasını arzulayıram və pis vərdişlərdən uzaq durmanızı sizdən xahiş edirəm və bu dövlətə layiqli vətəndaş olmanızı sizdən arzulayıram. Çox sağ olun, diqqətinizə görə. Təngi çalmaq üçün 11-ci sinif şagirdi Əli Rzayeva Zeynəb, 1-ci sinif şagirdi Əmin